Mən ayın 22-sində lüks hospitala gəldim. Yəni ondan əvvəl də bu hospital haqqında bir çox məlumat toplamışdım, həkim haqqında və gəlib həkimlə xəstəliyin barəsində danışmışdıq. Həkimlə çox razı qalmışdım. Həqiqətən də danışıqdan, hərəkət tərzlərindən savadlı bir həkim olduğunu hiss etmişdim. Və ona görə də ayın 22-si lüks hospitala gəldim və əməliyyat olundum. Qarın boşluğunda bağırsaq şişi üzrə belə bir şey. Çox məmnunam ki, bura gəlmişəm. Belə bir heyətlə tanış olmuşam. Lüks hospitalın özünə də söz ola bilməz. Əla təmizlik, əla kollektivi var. Yəni ki, bütün tələblər vaxtında yerinə yetirilir. Heç belə demədən də belə bir. Abdullah doktor da tez-tez gəlir, müayinə edir, baxır, yaranı açıb bağlayır. Nə lazımdırsa vaxtında yerinə yetirir.